2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövlət suverenliyini tam bərpa etdi. Lakin 30 ildən çox davam edən Ermənistan işğalının izləri tarixi torpaqlarımızda hələ də qalmaqdadır. Qazaxın 3, Naxçıvanın isə bir kəndi işğaldan azad olunacağı günü gözləyir. Söhbət Sədrək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir. Kəndlərin geri qaytarılması bir neçə ssenari ilə mümkündür. İşğal altında olan kəndlər Ermənistan ərazilərinin əhatəsində olduğundan onlara birbaşa gediş-gəliş mümkün deyil. Bunun üçün rəsmi İrəvan Azərbaycan tərəfi üçün kəndlərə rahat kommunikasiyanı təmin etmək məqsədi ilə dəhliz yaratmalıdır. Ermənistan rəhbərliyi bu versiyanın tərəfdarı deyil. Onlar bunu dəhlizin təhlükəsizliyinin qorunmasında yaranacaq çətinliklərlə əlaqələndirirlər. Əvəzində Nikol Paşinyan rəsmi Bakıya barter təklif edir. Yəni başkənd bizdə qalır. Kərki, o cümlədən Sofulu, Bərxudarlı və Yuxarı Əskipara ermənilərdə qalır. Bunun həm də iki səbəbi var deyə düşünürəm. Birincisi, ermənilər misal üçün əgər başkənd onların dediyi kimi Ermənistana qaytarırlarsa, erməni əhalisi gəlib başkənddə yaşamaq istəmir. Yəni bununla bağlı təxminən bir neçə il öncə sorğu da keçirilmişdi və ermənilər yenidən gəlib başkənddə yaşamaq niyyətində deyillər. İkinci səbəb isə Kərki və Qazaxın anklav olan üç kəndinin strateji önəmidir. Yəni Kərki və həmin Qazaxın üç kəndi Azərbaycan qaytarılacağı təqdirdə Ermənistan şimal-cənub magistral yolu Azərbaycan ordusunun nəzarətinə düşə bilər. O cümlədən Qazaxın üç kəndi qaytarılacağı təqdirdə Ermənistan-Gürcüstan magistral yolu Azərbaycan ordusunun nəzarətinə düşür. Rəsmi Bakı bunu qəbul etmir və hətta bir neçə il öncə Prezident İlham Əliyev səviyyəsində bunun qəbul edilmədiyinə müəyyən bir işarə vurulmuşdu. Bu isə həll yolunun anklav olan kəndlərə dəhlizlərin verilməsindən keçdiyini ortaya çıxarır. İstənilən halda digər işğaldan azad olunan ərazilərimiz kimi Qazaxın 3, Naxçıvanın bir kəndi də Azərbaycana qaytarılacaq. Rəsmi Bakı bu prosesin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.